uzaqda qalmaq gəl yaxına. Deməli, ikinci hissədə sualda bizə deyir ki, induksiya vektorları təsvir olunan müxtəlif bir cism maqnit sahələrindən hansı yüklü zərrəciyə ən böyük qüvvə təsir edər? Lorentz qüvvəsinin birinci bölməsinin 30-cu sualıdır. Sualın izahını verək necə? Deməli, bu suala necə yanaşmaq olar? Ən birinci bizdən Lorentz qüvvəsinin hansının böyük olmağını soruşur, müqayisəsini soruşur. F Lorentzin düsturunu yazırıq. Q, B, V-də saxlatmırıq. Təbii ki, sinus alfanı mütləq qeyd eləməliyik. Q, B və sinus alfa. Bu düsturdan sonra bu suala baxırıq. İndi baxın, sualda bizə konkret Q verilir. Elə deyil. V də verilir. Bizdən soruşduğu zaten bunlardır, B. Elə deyil. Ona görə biz müqayisə üçün nə Q-ya baxacağıq, nə B-yə baxacağıq. Burada bu arada B-nin üstünü vurdum. Buraya yazaq. Q, B, B sinus alfa yazaq. V verir, Q verir, V verir. Nə Q-ya baxacaq, nə B-yə baxacaq. Deməli, F Lorentzin burada konkret olaraq asılılığına baxırıq nə ilə? B sinus alfa ilə. Deməli, biz burada yalnız B-yə də baxa bilmərik. Çünki orada sinus alfa söhbəti də var. İndi bunun müqayisəsi necə gəlir? Düz bucaqlı üç bucağa baxırıq. Tutaq ki, əgər belə bir düz bucaqlı üç bucağımız olarsa bizim, biz normalda tutaq ki, qüvvələri, tutaq ki, belə bir qüvvə həmişə çəkəndə, belə bir F qüvvəsi olanda bunu necə ayırırdıq? F kosinus və F sinus, elə deyil, yuxarıya doğru F sinus kimi, elə deyil. Deməli, əgər belə bir xətt varsa F olaraq, bunun F sinus dediyimizsə, düz yuxarı olan bir şeydir. Və yaxud da, bura əgər mən bir alfa desəm, bura bir x desəm əgər, burada bu xətt nəyə bərabər olur? Sinus alfa nəyə bərabərdir? Qarşıdakı katet bölünsün hipotenuza, elə deyil. Qarşıdakı katet budur, bu y-dir. Qarşıdakı katet bölünsün hipotenuzda x-dir. Elə deyil, y bölünsün x-ə bərabər olur. Yəni bu y nəyə bərabər olur? X sinus alfaya. Elə deyil. İndi, bu suallarda görürük ki, meyilli olan hamısı B-lərdir, elə deyil. Onda mən burada x-in yerinə tutaq ki, bir B desəm, burada bunun yerinə B qoysam, demək bu düz xətt nədir? B sinus alfa. Demək biz müqayisə üçün bunların əyriliyinə, uzunluğuna baxsa əgər bu B3, məsələn B5-dən görürsünüz ki, konkret balacadır, elə deyil. Hansının böyük olmağı baxmırıq. Burada baxırıq B sinus alfaya. Yəni B sinus alfanı biz təyin edirik ki, necə tapırıq? Meyilliyə konkret aşağı olaraq bir perpendikulyar çəkilir və yaxud burada 90 dərəcə baxmırıq. Demək bunun B5-in sinus alfası nəyə bərabər olur? Bu qədər bir uzunluqda 5 edir, elə deyil. B5 sinus alfa. Daha hamısını yazmıram. Bu B4-dür, bu B3-dür, bu B2-dir, bu B1-dir. Yəni ən uzun perpendikulyarın uzunluğuna baxırıq, bunların uzunluğuna baxmırıq. Ən uzun perpendikulyar uzunluğu da B1-dədir. Bizə nəyə soruşurdu? Ən böyük qüvvələri təsir edən B1 sinus alfaya. Çünki perpendikulyarın uzunluğu ən böyükdür. Cavabımız oldu B1. Təşəkkürlər.